Salam əziz izləyicilərim. Orotik firmasının lazeri gəlib. Problem odur ki, ustada olub. İşi böyüdüblər, belə deyil. Çünki burada xırda problem olub, error yazılmış. O errordan sonra yandırıblar anakartı dediklərinə görə. Dedilər sonra anakartda problem var. Qida bloku da işləmir hal-hazırda. Qida blokunu qoşanda tüstüləyir tutur. Tüstü çıxır. Və burada görürsünüz necə məftillərlə qoşublar, bilmirəm hansı düz qoşulub, steker olub, ləğv olub. O problem deyil, yəni bu normalda bu işləməli idi, amma problemlər böyüyüb. Və demək istəyərdim ki, bu avadanlıqda problem su problemi idi. Yəni bu işi o qədər böyütmək lazım deyildi. Yəni o qısaca o videonun, türklərin videosu var, onu qısaca qoyacağım. Yəni baxarsınız ki, onlar deyir ki, bura işləmir, ora işləmir. Amma faktiki bu aparat avadanlıq, yəni açılırdı lazer. Yəni elə bilə bunun yiyəsinə böyük ziyan dəydi ona görə. Yəni bunların hamısını bir aparatda o qədər problemin olmalı, xərci də çox çıxır. Yəni işi hansısa avadanlıq xarab olanda işi bilən adama verin. Bilməyən adama verib işi böyütməyin, xərciniz də çox çıxır. Şimdi bu güç kartı. Bu büyük kart güç kartı. Bunda problem var. Bunda voltaj çıkışları var. Burada 6 tane çıkış var. Toplam 3 grup. 30 şeklinde çıkıyor. Buradan voltaj çıkacak. Şuradaki büyük soket 600 volt. Yanındaki küçük soket 30 volt. Bu yüke girince sapıtıyor. Voltajlar bunda yok. Bu kart ana kartı besliyor. Fanın kartını besliyor. Arkadaki diğer küçük kartı besliyor. Işıkları besliyor. Bu kontrol edilecek. Neredesinde bozuk var yok. Bunu da bozduğunu düşünüyoruz. Bu da kontrol edilecek. Daha önce bunlar değişmiş ve şu kondansatör değişmiş. Problemin yaranma səbəbi nə oldu? Deməli, burada steker oldu. Həmin o stekerdə problem yaranıb. Fiş deyirlər də, bunun məndə səhv etmirəmsə. Tam dayanma səbəbi, bax bu məftilləri burada qoşanda bunlar düz qoşmayıblar. Burada nətər gedir? Bax burada görürsünüz düz ediblər. Yəni qara mənfidir. Müsbət, mənfi, plus minus da. Minus, plus, bura görürsünüz minusdur. Bu rəng. Yəni bu rəngi görürsünüz də. İndi bu rəng burada görək hara gedir. Bu rəng gəlir bu məftilə. Baxın burada gəlir qırmızı məftilə. Bu plus axı. O minusu götürüb plusa veriblər. İki dənəsində eyni şey ediblər. Bu rəngdə də, indi bu rəngə baxaq. Bu rəngdə minus qara burada. Hə, bu rəng. Bu rəng burada hardadır? Bu rəng burada plusdur bu. Burada plusa gedir. Yəni onun rəngi 100%, yəni hamısını yoxlamışam. Götürüb mənfi müsbətlərini səhv qoşublar. Ona görə də bu avadanlıq tamam dayanıb. O mənfi müsbətlər də buradakı plataların idarə etməsində hamısına bir-bir gedir. Bu plata, bu plata, bu plata. Təəssüfən indi burada nə baş verir? Plus ondan əvvəl burada beyni var. Beyin plata əsas. İndi mən bunların hamısını aradan qaldırmalıyım. Baxın, həmin o rənglər deyil, o dediyim. Mən düz qoşdum yerlərini. Fikir versiniz. Rənglərin yerini dəyişdim. Onu dəyişdim. Yəni mənfi müsbətlər düz oldu. Onlar qoyduğu rənglərdən hamısı tərsinə idi. Qida blokunda qısa qapanma verib, ya hardasa verib platalarda, bu hissəni görürsünüz yandırıb. Tüstü həmin buradan çıxır. Qida blokuna. Amma ola bilər hansısa qidalanma platada, başqa platada problem var. Oradan qısa qapanmanı verir, bura tüstü deyir. Amma burada problem yaranıb. Amma baxın nə olacaq bu qida blokuna. Burada elə bilin Amrak komandaları var, o komanda gəlmirdi. Hal-hazırda görürsünüz hər bir şey qaydasında 75 kHz tezliyimiz. Deməli, hal-hazırda qida blokunu təmir elədim. Problem onda idi ki, yəni çıxışda olan voltajı yoxlayıb stabilləşdirməli idi. Onu yoxlamırdı elə bilin. Belə bir funksiya var burada. İndi hal-hazırda yoxlayıram. Görək neçə volt verəcək çıxış olacaq. 30 volt, gördünüz. Hal-hazırda qida blokumuz düz işləyir. İndi qalan problemlərə baxılacaq. Deməli, əsas platadan anakartda DC konverterlər yanıb. 1, 2, 3. Üçüncü konverterlər burada yanıblar. Görsən, ipdən qaralıb. Burada hansısa detalda olub, düşüb üstündə yoxdur, qızıb atıb. Bunları baxıb həll eləyəndən sonra qidalar gəlsin plataya, ondan sonra bilinəcək əlavə nələr yanıb. Deməli, gördüyünüz kimi platada da yanıq var. DC konverteri çıxartdım. DC konverterdə də hal-hazırda yanıq yerləri görsənir.
Bunlar hamısı səhv qoşulmadan yanıb. Deməli, kullerin də platası yanıb. 25-76 giriş ayağı yanıb. Hətta fikir versiniz, buradan çatlayıb partlayıb. 25-76 dəyişdirildi hal-hazırda. İndi bağlayacağım yerinə. Tam yığıb yoxlayacağım üçün havalanma. O bir platalarda baxdım, bəzi yerlərdə xırda problemlər var idi. Çəkiş etmədim, yoxladım amma dəyişdim, düzəltdim. Deməli, burada mən qoşdum, baxdım, nə oldu? Vida bloku təmir oldu. Bu beyin plata təmir olub. Deməli, bu fanın bloku da təmir olundu, hamısı. Qoşdum, işə düşmədi. İşə düşəndə, yəni ekran başladı sönüb yanmağa. 30 voltundan problem var idi, baxdım. 30 volt da gəlir bu plataya. Bu platamızda burada problem var hal-hazırda. Bu plata da təmir olunacaq. Deməli, o 30 volta dedim problem var. O problem bizə nədir? Bir daha buna baxın. Fokusu düzəldim. Deməli, bu ştekir var. Qırıblar qırağını, bunu da tərsinə taxıblar. Mənfi müsbəti tərsinə gedib burada. İndi bilmirəm, bunu yerinə qaytarandan sonra bu düzələcək yoxsa işləyəcək. Ola bilər, heç nə olmayıb bura. Prosta bunu niyə belə edirlər, mən başa çıxmadım. Bu plataların hamısını niyə yandırıblar bunları? Hal-hazırda bunu qaytardım yerinə, bu belə olmalıdır. Ştekir tərsinə idi. Bir də ona deyim ki, işığın da platası, işıqlar yanmır. İşıqda da problem var. Hələ bunu həll edeyim, görüm lazer işləsin. Bu dəqiqə real indi start verəcəm. Hal-hazırda tam hamısını qoydum üstünə, qoşdum bütün ştekirləri, indi start verirəm. Hal-hazırda start verəcəm. Bayaq onu qoşanda avadanlıq açılmır. Start getdi hal-hazırda. Görək bir problem yoxdursa, pedaldırmış. Aha, problem yazdı. Nə yazır burada? Su problemi. Bu avadanlıqda elə bu problemdə həmin o ustalara müraciət olunmuşdu. Bu problemdən sonra bu qədər şey yandırıblar bunlar. Avadanlıqda. Problemi suda çıxında oldu, onu da həll elədim. Deməli, düz 3 günün nəticəsidir bax, bu aparat. 3 gün. Xeyirli olsun.